yavaş yavaş. Hasret çektim, köledim, seni sevdim ben. Şive güzele, şive güzele, sana köle verdim, şive güzele. Öyle bir güzele, eşkimi tezele, şive güzele, köle verdim, şive güzele. Aşk olsun. Eğer benden ayrı gezip dolansan, beni aşkına bigane sansan. Eğer benden ayrı gezip dolansan, beni aşkına bigane sansan. Alışana oh tutara hiyalara alışana oh tutara hiyalara bile bir güzele eşkimi tezele şiire gazele kömrü veririm şiire gazele bile bir güzele eşkimi tezele şiire gazele kömrü veririm şiire gazele kömrü verdim şiire gazele. Çok güzel. Teşekkürler. Müğənni Nahidə Həmdəmova, Həmdəmova da belə də yazılır, Həmdəmova da yazılır. İnanın ki, bu günə qədər bu xanımı izləmişəm də bu video görüntüləri. İlahə İbadova var, xanəndə, muğam ifaçı. Mən elə bilmişəm ki, bu müğənni məhz İlahə İbadovadır. 3 gün, 4 gün bundan əvvəl bilmişəm ki, bu xanımın adı Nahidədir. Və Sibilcanla eyni məclisdə olub. Rəhmətli Baloğlan Əşrəfoğlu olub orada. Yusif Mustafayev, Masum Qırmızıgül. Bunlar olub iş adamı Mübariz Məsimovun məclisində. Bilmirəm oradan ad günü olub falan olub, amma məclisdə olublar. Bu xanımı məhz deyir ki, Qurban dayı, Mübarizin atasının adını deyir. Məni dəvət etmişdi və oxumağa ona imkan verməyiblər. Elə istəyib mikrofonu qaldırsınlar, alıblar Nahidə xanımın əlindən. Elə istəyib oxusun, mikrofonu alıblar onun əlindən. Deyir ki, mən təşəkkür edirəm ki, mənə oxumağa şəraiti Sibilcan xanım yaratdı. Bu xanımların qədrini bilək də. Xoşunuza gəlir bayağı oxuyanlar. Nə bilim, gör Azərbaycanı necə orada təmsil edib. Düzdür, bizimkilər mayna olmaq istəyib. Elə deyərdim, elə Yusuf müəllimin özü də, rəhmətli Baloğlan da, digərlər də. Gör, necə gözəl. Sibilcan az qaldı ki, orada da otursun yerdə ağlasın. Belə xanımların qədrini bilək.